Salam əziz tamaşaçılar, xoş gördük sizi. Bir Ramazan günündə hər birinizi salamlayıram. Bugünkü mövzumuz Ramazan və qonaqpərvərlik, iftar süfrələrinin əhəmiyyəti haqqındadır. Bir xalqın, bir millətin həyatında uzun əsrlər boyunca formalaşdırdığı mənəvi dəyərlər mühüm əhəmiyyət kəsb edir. Belə ki, fərdlərin və cəmiyyətlərin sağlam əsaslar üzərində bir araya gəlməsində mühüm rol oynayan mənəvi dəyərlər eyni zamanda onları ortaq məxrəcdə birləşdirəcək birgə yaşayış imkanı təmin edir. Mənəvi dəyərlərinə bağlı olan və bu dəyərləri nəsildən nəslə ötürən cəmiyyətlər vəhdət halında yaşamışlar. Məhz vəhdət bir cəmiyyətin başqalarından daha güclü hala gəlməsində önəmli rol oynayır. Cəmiyyətin möhkəmlənməsində önəmli rol oynayan mənəvi dəyərlərdən biri də şübhəsiz qonaqpərvərlikdir. Təəssüflər olsun ki, axır zamanlarda bu dəyərlər yavaş-yavaş aşınmağa başlanılır və ya unudulur. Halbuki keçmişdə bir evə qonaq gəldiyi zaman o çox gözəl bir şəkildə qarşılanır və onun xidmətində durmaq şərəf hesab edilirdi. İslamda qonaqpərvərliyə gəldikdə, hər şeydən əvvəl onu qeyd edək ki, qonaqpərvərlik İslam dinində ən çox bəyənilən adətlərdən biridir. Qurani Kərimdə və məsumların hədislərində qonaqpərvərlik haqqında çox bəhs olunur və qonaqpərvərlik təşviq edilir. Məsələn, Qurani Kərimdə Həzrəti İbrahimin hekayəsi bizə nəql olunur. Bu hekayədə Həzrəti İbrahimin yanına gələn tanımadığı qonaqlara dərhal bir buzov kəsməsi və onlara təqdim etməsindən bəhs olunur. Bu, Həzrəti İbrahimin Allahın qonaqlarına qarşı münasibətinin açıq göstəricisidir. Hələ bu, bəlkə də bu səbəblədir ki, İbrahim süfrəsi deyilən bir məfhum tarixdə formalaşmışdır. Hədislərdə bu gözəl əməlin qarşılıqsız qalmayacağı da vurğulanır. Məsələn, buyurulur ki, ruzinin əvəzi veriləcək, qonaq üçün xərclənəcək ruzinin əvəzi veriləcək, bərəkət artar, səmanın qapıları açılar, günahlar bağışlanar və həmin insanın qiyaməti abad olar. Bu mövzumuzdan bəhs edərkən, qısaca da olsa Azərbaycan xalqının qonaqpərvərliyi haqqında bir-iki kəlmə söz etmək istəyirəm. Tarixən bir çox dini ev sahibliyi edən Azərbaycan İslamın yayılması ilə birlikdə yeni bir mərhələyə qədəm qoymuşdur. Xalqımız sahib olduğu dəyərləri tarixin dərinliklərindən gətirməklə yanaşı İslam dinini qəbul etməklə bu dəyərləri məzmun baxımından daha da zənginləşdirmişdir. Azərbaycan xalqının sahib olduğu ən mühüm dəyərlərdən biri də şübhəsiz qonaqpərvərlikdir. Xalqımızın heç bir ailəsini, heç bir fərdini bu məfhum olmadan, qonaqpərvərlik olmadan düşünmək mümkün deyildir. Bizim xalqımız qonağa həmişə böyük hörmət göstərmişdir. Bəlkə bu səbəblədir ki, evin ən gözəl və işıqlı otağını bəzəyərək qonaq otağı olaraq qonaq otağı olaraq adlandırmışlar. Ölkəmizə gələn, Azərbaycana gələn, tarixən və bugün gələn, günümüzdə gələn qonaqlar burada gördükləri, yəni əcnəbilər burada gördükləri qonaqpərvərliyi hər yerdə insanlara çatdırmışlar. Qonaqpərvərlikdən danışarkən şübhəsiz Ramazan ayından da bəhs etmək yerində olar. Ramazan ayı və iftar süfrələri qonaqpərvərlikdə nə kimi önəm ərz eləyir? Bilirsiniz ki, Ramazan ayında oruç tutanlar üçün iftar süfrələri təşkil olunur. Əslində, bu davranışın arxasında şübhəsiz Həzrəti Peyğəmbərdən nəql olunan və məsumlardan nəql olunan hədislər dayanır. Həzrəti Peyğəmbərdən nəql olunan bir hədisdə kim orucluya iftar etdirərsə, həmin oruclunun savabı qədər həmin adama savab yazılacaq, amma oruclunun o savabından heç bir şey eksik olmaz. Bir başqa hədisində də nəql edir, buyurur ki, Allah Resulü Ramazanda bir qonağa iftar verənə Sirat körpüsündən keçmək asanlaşar. Yəni o elə isə Ramazanda iftar süfrəsini vermək dinimizcə də Peyğəmbərimiz tərəfindən və məsumlar tərəfindən təşviq olunur. Amma burada iftar verməyin əhəmiyyəti haqqında da bir-iki kəlmə danışsaq deyə yerində olar. Hər şeydən əvvəl onu qeyd edək ki,
iftar süfresinin ehemmiyetinde birincisi her şeyden evvel bir insan savaba nail olacak. Yani Allah rızası için insanlara iftar açmak, onları konak kimi kabul etmek insanın sevap kazanmasına vesile olacak. İkincisi ihtiyaç sahiplerinin ihtiyacı karşılanmış olacak. Üçüncüsü mehribanlık yaranacak insanlar, fertler arasında. Dördüncüsü qohumluq əlaqələri möhkəmlənəcək. Beşincisi zengin ile kasıb arasındaki uçurum azalacak. Bu da daha biraz evvelde qeyd ettiğimiz kimi cəmiyyətdə vəhdətin formalaşmasında mühüm rol oynayacak. Ama aziz tamaşaçılar bir nöqtəyə demeden keçməyək və ona da dikkat etməliyik. İftar süfrəsində iki husus əhəmiyyətlidir. Birincisi bunların başında israf gelir. Bildiğimiz kimi dinimiz israfı sevmez. Kur'an-ı Kerim'de Allah Teala buyurur ki Estağfirullah, yiyin için israf etmeyin, şüphesiz Allah israf edenleri sevmez. Buna göre de hiçbir yerde israf hoş karşılanmadığı kimi iftar süfrelerinde de israf hoş karşılanmır. İkinci husus ise mümkün mertebe ihtiyaclı şəxsləri iftar süfresine davet edək. Doğrudur. İhtiyacı olmayan qohum, qonşu, qardaş, dost bunları da davet etmek savabdır ve bunda savab hasil olur. Ama en yaxşısı o olardı ki daha çok ihtiyaclı insanları iftar süfrelerine davet edək. Şübhəsiz Hz. Peyğəmbərimiz və məsumlarımız bu haqda bize tövsiyeleri çoktur. Onların bize tövsiyeleri çoktur ve onlar her zaman öz süfrelerinde ihtiyaç sahiplerini de görmek istəyərdiler.